بسم الله الرحمن الرحيم. الحمد لله والصلاة والسلام على من لا نبي بعد أما بعد. Və Şeyx rahimehullah, hafizehullah İbn Qayyim rahimehullahın sözlərini gətirəndən sonra davam edir. Deyir ki: "Və thəmmətə vəch və huwa enne haula'l munharifin min ahli şatat ixtanamu ribahata sadri Şeyx rahimehullah və tibata qalbi ومحبته النصح بالرفق والحكمة والموعظة الحسنة فأقدوا آخر الأمر الجلسة لمحاكمته يريدون إسقاطه فانظروا ماذا صنعوا معه يريدون أن يصنعوا معه جزاء سنمار ولكن الله سلم ثم يقال إذا كان هذا هو سمت الشيخ rahimehullah. Yəni Şeyx burada Üveyd Cabiri rahimehullah demək istəyir ki, hizbiçilər sonra axırda nə edilər? Yəni Şeyxin rəhimliyindən, yumuşaqlığından, nəsihət verməyi xoşlamağından, rifqindən və gözəl danışığından istifadə edib həyatının axırına yaxın onunla bir dənə məclis elədilər. İstədilər ki, Şeyxi əvvəlki dediklərinə çevirsinlər, başqa cür desin. Olar hansı söhbətdir qardaşlar? Dönən. İbn Bazın göz yaşları. Yəni, məclisdə əsas məqsəd nə idi qurulmaqda? Ki, Şeyx 544-ü təfsilatsız təkfir eləsin. Hətta orada indi oxusa sözsüz də, orada Salmanov da hizbiçilərin başçılarından biridir o. Yəni, Şeyxə deyir ki, bu halal görmək hardan gəlir? Necə halal görmək hardan gəlir? İbn Abbas deyir. Halal görmək deyir, o şərti deyir, hardan görür. İngilizcə sələflər hamısı o şərti qoyub, bu deyir ki, halal şərt qoymaq hardan gəlir. Yəni, təsəvvürlə inhiraf, dönmək, hizbiçiliyi nəyə getirir çıxardır. Və lakin, öz hilələr alınmadı. Yəni, Şeyx əlhamdülillah sabit idi. Sonra deyir ki, Şeyx, hafizahullah, ثم يقال إذا كان هذا هو سمت الشيخ رحمه الله الذي ندين الله فيه أنه عالم محقق مجتهد وأنه ما سلك مع هؤلاء من اللين والرفق إلا وهو تام في قبولهم الحق واستجابتهم له. Hətta onlarla Şeyxin söhbətindən Şeyx necə öz vüqarın, öz mülayimliyin saxlamışdı. Yəni, məqsədi nə idi? Ki, onlar haqqı qəbul etsinlər. Onlar biri buradan belə deyirdi, biri buradan belə deyirdi, biri lakin Şeyx sabit idi. Şeyx sabit idi. Məqsəd də nə idi? Ki, İslam olsunlar. Hətta ennəhum təcərrəu aleyhi və amadu alə isqatihi və ləkinnəllaha xibə sa'yihim أقول إنه هذر هؤلاء الأجلاء وأئمة جهابذة من الركون إلى أهل الأهواء والشطط ومزاجتهم ومخالطتهم. Yəni, elhamdülillah, yəni, alınmadı da o söhbətdə, alınmadı onların istəyi və Şeyx sabit idi. Və sonra Şeyx deyir ki, hafizahullah, buyurur ki, ona görə alimlər, böyük alimlər bidət əhlinə, hava əhlinə oturmaq, onlara qarışmağa qadağanlayır. Onları qarşımaq qadağanlayır. Və müxalitətü təməyyü və təskid və təxdir və hətta onlarla qarışmağa, onların o bəzi əməllərini susmağa da qadağanlayır alimlər. Min əsr-i sahabə ilə yevmin. İləl yevm, yəni sahabələrin əslində tanıyacaq. Və ana zəkir ləkum ba'dil əmsilə. Və mən də sizə istəyirəm, yəni bu məsələləri toxunanda bəzi misallar çəkin. Sələflər necə bidət əhlindən çəkinməyi bizə əmr ediblər. Məsələn, Şeyx burada gətirir hafizahullah Lələkəinin İbn Abbasdan, Lələkəi rəvayət eləyir İbn Abbasdan, deyir ki, Vallahi mə əzunnu alə zahril ardil yevm əhədən əhəbbə ilə şeytan hələkən minni. Fəqilə və keyfə فقال والله إني لا يحدث البدعة في مشرق أو مغرب فيحملها الرجل إلي فإذا انتهت
iləyyə fəma'atuha bis-sünnə fəturaddu aleyh. Yəni, deyir ki, İbn Abbas radiyallahu anhu Şərh Usul Etiqad Əhl-i Sünnə Ləl-Ələkəinin 1-ci cild 61-ci səhifədə ki, deyir, yer üzündə hal-hazırda, yəni İbn Abbas deyir o zamanından, yəni şeytanın istəyi ki, yer üzündə olanlardan ən birincisi həlak olmağa, o birinci deyir mənəm. Yəni şeytan ən birinci yer üzündə insanlar içində kimi istəyər həlak olmağa, deyir o mənəm. Və soruşdular nə üçün, necə, nəyə görə? Deyir, yer üzündə bidət olanda məşriqdə və məğribdə haradasa bir bidət baş verirsə, mənə gətirib deyəndə onu, mən o bidəti uzaqlaşdırıram. Yəni sünnə ilə, haqq ilə. Və belə bidət yox olur. Və ona görə deyir, nə qədər bidət yox olundu, o da şeytan mənə daha düşmən olur. Hətta fikir versəz, İbn Abbasın Səhih Müslim, İmam Müslimdə 1-ci hədisini deyir. Daha doğrusu orada İbn Ömərin yanına gəlirlər, lakin sahabə hamı bir idi. Yəni onlar bidətə qarşı, xurafata qarşı şiddətli idilər. Hətta İbn Məsud radiyallahu anh ona görə Kufədə məscidə girəndə gördüm ki, halqa eləyib zikirləyirlər. İnkar edim bu əməlini, çünki Peyğəmbər sallallahu vaxtında biz belə eləmirdik. Və sonra nəticədə bu əsəri rivayət edən ravi deyir ki, Nəhavənd döyüşü olanda, yəni xavariclərin əlinin döyüşü olanda, bu zikirləyənlər ki, halqalar, bu bidət eləyənlər, onlar hamısı o döyüşdə xavariclərin tərəfində idi. Yəni bidət xeyrə gətirmir insanı. Ona görə sahabələr şiddətli idilər. Yəni burada müəllif gətirir ki, sadəcə sahabələrin vaxtından indiyəcən. İndi misal gətirir, sahabələr necə idi. Və sonra deyir ki, وَقَالَ مُصْعَبْ بْنِ سَعْدٍ لَا تُجَالِسْ مَفْتُونًا فَإِنَّهُ لَنْ يُخْطِئَكَ مِنْهُ إِحْدَى اثْنَتَيْنِ إِمَّا أَنْ يَفْتِنَكَ فَتُتَابِعُهُ وَإِمَّا أَنْ يُؤْذِيَكَ قَبْلَ أَنْ تُفَارِقَهُ. Yəni şeyh burada deyir ki, Musab ibn Sa'ddən deyir ki, Musab ibn Sa'ddən deyir ki, fitnəkarlarla oturma. Fitnəkarlarla oturma, çünki onlarla oturmaqda 2 dənə sənə zərər deyəcək. Ya deyir, sənə təsir eləyəcək və tabi olacaqsan ona, ya da onunla ayrılmamışdan qabaq sənə əziyyət verəcək. Yəni, hər iki halda əziyyətdir. Və abiləq min hədə və zək qavluhu sallallahu aleyhi ve selləm ələməru alə dini xəleyli. Və bunların bu 2 əsərdən daha dəqiq, daha aydını Peyğəmbər sallallahu aleyhi ve sellem sözü deyir ki, kişi dostunun dinindədir. فَلْيَنْظُرْ أَحَدُكُمْ مَنْ يُخَالِلْ. Ona görə deyir ki, baxın, dost seçəndə kimi seçirsiniz. فَإِذَا تَقَرَّرَ هَذَا فَعْلَمُوا أن من يجالسون أهل الشطط وأهل الأهواء أصناف ولا يمكن أن نسوي بينهم في الحكم فكل صنف منها كما ستسمعون يختلف في الحكم عن غيره عن الآخر. Yəni sadəcə şeyx deyir ki, rahimehullah, hafizehullah, bidət əhli də cürbəcürdür. Yəni hamısının bir cür yanaşmaq düzgün deyil. Onların da eləsi var oturma olar, eləsi var oturma olmaz. Ona görə onlar neçə sinifdən ibarətdir. Və hökm də ona görə fərqli olduğuna görə hökm də onlara qarşı dəyişir. Hökm də fərqlidir. Və ona görə indi başlayır şeyx rahimehullah o siniflərdən danışmağa. Bugün birini oxuyaq. Deyir ki, əhaduha mən kənə imamən qaviyyən cəhbizən sadi'an bilhaq yuhabuhu haula ləmmə huvə mütəməyyiz bihi minəl quvvəti fil minhəci və rusuxu fil ilm. وقد ترجح لديه في هذه المجالسة مصلحة من كسر شوكتهم أو تقليل شرهم أو التأثير فيهم بالنصح مثل ما كان يصنع الشيخ عبد العزيز فهذا سلفي قح محض خالص خال إن شاء الله من شوب الحزبية. Mesela
Yəni, onlarla bidət əhlindən oturmaq, hizbiçilərlə və s. Cürbəcürdür. Məsələn, ola bilər oturmaq olsun, məsələn, böyük alim otursun. Və məqsəd nədir? İslah eləmək üçün. Necə, məsələn, Şeyx bin Baz, baxmayaraq olan hizbiçilər idi, Səfər Havali, Salman Ovda, Cibrin, sonra məsələn, Aid Qardi və s. və s. Biri deyə bilər ki, Şeyx bin Baz necə olan oturdu? Onlar hizbiçilər idi. Şeyx bin Baz, ola bilər oturmaq olar şeyx deyir ki, rahimullah, havidullah, ola bilər məsləhət üçün, nəsihət üçün, islah olunmaq üçün. Ona görə şeyx olan oturdu. Aydındır. Ona görə ola bilər oturmaq olar. Bu məqsədlə. Əgər böyük alimsənsə, bidət əhlinə oturursan və xüsusən də əgər onlar özləri istəyiblərsə, məqsəd nədir? İslah eləmək üçün. Nəsihət eləmək üçün. Buna görə oturmaq olar. İkinci sinif bidət əhli. Mən huva sələfi səlimi, lakinnehu leysə indahu furqan və la idrak lilmənəhic. Huva yuzhiru sələfiyyə və yadu iləyhə və yəstabi sünnə və yəharibil bid'a, lakin leysə indahu furqan. Fəinnehu yücəliz kullu mən sənəhət el-fursa bimucəlesətihi. Fəhədə haqqıhu aleyna el-bəyan və-l-kəşfu an hal هؤلاء بالرفق والحكمة وألا نتخلى عنه وألا نخلي مجلسه لهؤلاء. Yəni ikincisi, məsələn, tutaq ki, adam alim deyil, lakin sələfi deyil. Və lakin yəni, ayıra bilmir. Ayıra bilmir, məsələn. Hərdən məsələlər elə oxşar olur ki, məsələn, elə məsələlər var ki, məsələn, iman məsələsində fikir versən, xavarij əhlüsünnə birdir. Məsələn, iman, dinləndirmək, qəlbən təslim, əməllə göstərməkdir. Lakin onlar nə edirlər? Onlar sadəcə iman nədirlər? İman hissələrdən ibarət deyil. Onlar deyirlər, iman bir hissədir, necə murc edir. Getdi, hamı getdi. Amma əhlüsünnə vəl cəmaə nə deyir? İman, dinləndirmək, qəlblə təsdiqli və əməllə göstərmək, lakin iman mərtəbələrdən ibarətdir. Bir mərtəbə getdi, o demək deyil ki, bütün mərtəbələr getdi. Aydındır, qardaşlar. Məsələn, hərdən ola bilər oxşarlıq olsun və sən ayıra bilməyəsən. Ona görə də məsləhət deyil, yəni hələ qardaş, məsələn, hələ o cür səviyyədə olan ayıra bilməyən hələ adamlarla otursun. Və ya əksinə, birdən hələ adam varsa oturub ona məsləhət eləmək, nəsiyyət eləmək, başa salmaq və həmçinin məsləhət eləmək ki, belə vəziyyətdə belə adamlarla oturmasın. Aydındır. Yəni, baxır hər halda adamın halına. Və həmçinin şeyh sonra buyurur ki, hafidullah, as-sinfus salis, mən huva mütəməyyi da'i yara ennel kul yara ennel kul musib hədə və hədə və hədə lə şəkkə ənəhu xatar aləl minhəc. Yəni, tutaq ki, üçüncü sinif var ki, eləsi var ki, məsələn, oturmaq istəyir bidət əlinə və ya bidət əlinə baxışı öylədir ki, hamısı yaxşıdır, aydındır, hamısı yaxşıdır və bunda da haqq var, bunda da haqq var. İndi məsələn var, tutaq ki, var, elə qardaşlar var ki, deyir, xavariclərdə də yaxşı elə var, qardaşlarda da yaxşı elə var. İndi əhl-i-sünnə vəl cəmaət necə adlandırırlar bizi. Oralarda da yaxşı var, xavaricdə də yaxşı var. Bu düzgün deyil. Və bu da deyir, təhlükədir. Minhəcdə təhlükədir bu. Minhəci təhlükədir bu. فالواجب تذكيره بحق المنهج عليه ومناصحته ببيان مخالفته فهذا السلوك أهل الحق فإن تصح وإلا كان منه ولا كرامة deyir, bələnsiyə deyir, nə eləmək lazımdır? Yada salmaq lazımdır yadına, nəsiyyət eləmək lazımdır ki, bu əhlül haqq, yəni haqla gedənlərin yolu deyil, üslubu deyil. Və əks halda isə, əgər nəsiyyəti qəbul edilməsə, o da onlardandır. O da onlardan saləcək. O da onlardan saləcək. Həmçinin şeyh buyurur ki, Ər-Rabi من يخالط هؤلاء مع المدافع عنهم وتكثير سوادهم والتشديد على السلفيين فهذا حزبي محترم. Deyir, eləsi də var ki, deyir, onları müdafiə eləyir,
Onların oturub durur, sələflərə qarşıdır. Bu deyir, artıq hizbidir, hizbiçi sayılır. Aydındır, oturur onlarla və sələflərə qarşıdır, bu hizbiçidir artıq. Və həmçinin 5-ci deyir ki, Şeyx Rahimullah həmçinin növlərindən mən huvə sələfi qohun lakinnəhu yara ənə fi müxalətəti haulə bəyanil haqq ləhum və iqamatul hüccə mitlümə yəsnahu ba'dul məşayix və fahumullah və səddədənə Allahu və iyyahum və iyyakum fil aqvali vəl amal fi ziyə və ba'dil cəmaati də'viyyə munharifə bi hüccəti sədə' bil haqq aleyhim fi dərihim və iqamatul hüccə aleyhim min minbərihim kəmə yəqulun. فهذا عندي خالف الأولى نحن نشدد عليهم فيما بيننا وبينهم ونغلظ عليهم ولكن لا نتخلى عنهم ما داموا معنا يقرون شوكتنا ويعاضدوننا ويؤازروننا ولا يكثرون سواد هؤلاء ولا يقوون شوكتهم فإنما في ظروف معينة ولأسباب معينة أجابوا دعوتهم فأقاموا في نواديهم المحاضرات أو الدورات العلمية فهؤلاء عرفنا منهم أشياخا أخيارا هم لهم باعهم ولهم رسوخهم في المنهج السلفي لكن عندي أنهم خالفوا الأولى وأن الحزبيين يكتسبون بزيارة هؤلاء. Həmçinin bəziləri var deyir, sələfidir. Bunlar ki, qarışıq olanla. Qarışıq olanla, məsələn, tutaq ki, deyir ki, bəlkə düzəldilər də. Şeyx, yəni Şeyx Ubeyd Cabiri onu da məsləhət görmür. Yəni bu üslubla onlarla daim olmaq. Aydın da olan məclislərinə getməyə çağırırlarsa, məsələn, dövriyyələr, yəni də elmi dövriyyələr gedib orada çıxış eləməyi məsləhət deyil. Çünki nə üçün? Yəni, onların, o sələfi şeyxlərin onların yanına gələndə, onlar bu gəlişdən istifadə edirlər. Məsələn, tutaq ki, götürək də burada. Məsələn, bir Mədinə tələbəsinin ətrafında gəlsələr xavariclər. Və məsciddə xavariclər onunla görüşür. Bu, qıraqdakilərə təsirləyir. Onda qıraqdakilərin fikri dəyişir o xavariclərə qarşı. Deyir, əgər o tələbə onlarla görüşürsə, deməli, onlar yaxşıdır. Aydındır. Və ya belə fikir yaranırkən, bu nədir? Bəzi tələbələr görüşür, bəzilər yox, deməli, heç də söhbət dini söhbət deyil, nəfsi söhbətdir və s. Aydın, dini söhbət olsaydı, bu Mədinə tələbələri, məsələn, görüşməzdilər və s. Yəni, bu qıraqda fikirlər dəyişir. Ayrı-ayrı fikirləri düşün insanlar. Ona görə şeyx deyir ki, Allah, yəni, açıq aydın bidəti bilinən adamlarla aydın olmalısan. Bir dənə indi məsləhət olsun, necə məsələn, tutaq ki, Şeyx Yılmazın yanına istəsələr gəlməyə, qəbul elə. O da məqsəd nədir, nəsiyyət. Amma onların yanına gedmək daima onlarla görüşmək düzgün deyil. Çünki qıraqlar nə olur? Qıraqları azdırırsan. Başqalarını azdırırsan. Və bu, elə bir ki, birinci sual idi. Birinci sualın cavabı idi deyəcəyəm. İndi sonra Şeyx Həbibullah ikinci sual verilir. İnşallah qalsın. Gələn dərsimizdə orada danışarıq bu arada. Allah bilir.